Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın. Hiləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. Həqiqətən o saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki,